Baxırıq zaman uzlaşmasına. Baxaq bağlayıcı sözlərimizə. Deməli uşaqlar when, if, till, until, as soon as, before, after. Əgər uşaqlar bunlardan əvvəl indiki zaman gəlsə, biz mütləq bu bağlayıcı sözlərdən sonra indiki sadə zaman qoymalıyıq. Bir də deyirəm uşaqlar. Deməli bu bağlayıcı sözlərimizdən əvvəl indiki zaman gəlsə, mütləq biz onlardan sonra indiki sadə zaman qoymalıyıq. Sonra bu bağlayıcılarımızdan əvvəl əgər gələcək zaman gəlsə, biz onlardan sonra indiki sadə zaman qoymalıyıq. Yox, əgər bağlayıcı sözlərimizdən əvvəl keçmiş zaman gəlsə, biz bu bağlayıcı sözlərimizdən sonra keçmiş sadə zaman qoymalıyıq. Bir şey diqqətinizə yetirin uşaqlar. Görürsünüz, mən sağ tərəfdə yazmışam ki, indiki sadə, keçmiş sadə. Amma bağlayıcı sözlərdən əvvələ mən sadə zaman yazmamışam. Sadəcə yazmışam indiki, gələcək, keçmiş. Bu o deməkdir ki, uşaqlar, məsələn, bunlardan əvvəl indikiyə aid nə gəlsə, məsələn, istəyər burada indiki sadə gələr, istəyər indiki davam edici, indiki bitmiş, hər halda hər biri gələ bilər. Əgər indikiyə aid nəsə gəlsə, bağlayıcı sözlərimizdən sonra mütləq indiki sadə zaman olmalıdır. Mütləq sadə zaman, indiki sadə. Yox, bağlayıcı sözlərimizdən əvvəl gələcək zaman gəlsə, görürsünüz, gələcəyin yanına sadə yazmamışam. Yenə gələcəyə aid nəsə gəlsə, istəyər sadə gələr, istəyər bitmiş, istəyər gələcək davam edici gələr. Fərqi yoxdur. Gələcəyə aid nəsə gəlsə, mütləq ondan sonra indiki sadə zaman gələcək. Sonra yazmışam keçmiş və keçmiş sadə. Deməli, bağlayıcı sözlərimizdən əvvəl keçmişə aid nəsə gəlsə, yenə dediyim kimi fərqi yoxdur. İstəyir keçmiş sadə, keçmiş davam edici, keçmiş bitmiş. Bunlara aid nəsə gəlsə, özündən sonra mütləq keçmiş sadə olur. Diqqət edirsiniz, özündən sonra sadə zaman olur. Yəni, özündən sonra bitmiş zaman, davam edici zaman gəlmir. Deməli, uşaqlar, bağlayıcı sözlərimizdən sonra gələcək zaman əsla gəlməz, bitmiş yaxud davam edici zaman gəlməz. Yalnız bağlayıcı sözlərimizdən sonra sadə zaman gələr. Görürsünüz, bura 1, 1, 2, 2, 3, 3 yazmışam. Görürsünüz, nömrələmişəm. Yəni ki, bunlardan əvvəl indikiyə aid nəsə gəlsə, özündən sonra indiki sadə gələr. Gələcəyə aid nəsə gəlsə, özündən sonra indiki sadə gələr. Sonra özündən əvvəl keçmişə aid nəsə gəlsə, özündən sonra keçmiş sadə zaman gələr. Və mütləq yadımızda saxlayırıq ki, bağlayıcı sözlərimizdən sonra əsla gələcək zaman gəlməz, əsla bitmiş və davam edici zamanlar gəlməz. Sonra baxırıq uşaqlar növbətiyə. Burada görürsünüz, yazmışam while. Bu nə deməkdir? While-dan əvvəl bir qoyub keçmiş davam edici, daha sonra yenə while-dan sonra keçmiş davam edici və keçmiş sadə zaman yazmışam. Bu o deməkdir ki, uşaqlar, əgər while-dan əvvəl keçmiş davam edici zaman gəlsə, biz while-dan sonra keçmiş davam edici yaxud keçmiş sadə zaman işlədə bilərik. Bir də deyirəm uşaqlar, while-dan əvvəl keçmiş davam edici zaman gəlsə, biz while-dan sonra ya keçmiş davam edici zaman qoyacağıq, yaxud da ki, keçmiş sadə zaman. Belə. Amma qarışdırmayın. Burada yuxarıda yazdığım bağlayıcı sözlərdən sonra bitmiş yaxud davam edici ya da gələcək zaman gəlməz. Amma while yazmışam ki, while-dan sonra keçmiş davam edici gələr, sadə gələr. Amma yuxarıdakı bağlayıcı sözlərimizdən sonra davam edici zaman gəlməz. Belə uşaqlar, bu qədər.